Hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər birini. Hal-hazırda sizlər üçün binənin mərkəzində əsas yoldan 100 metr məsafədə 152 kvadratlıq 5 otaqlı bir 2 mərtəbəli həyət evi göstərəcəm sizlər üçün. Qapıya qədər yol dayanacaqda 100 metr məsafədədir. Səhətlərimiz paket Turçada evin həyətində sizlər üçün tam məlumat verəcək. Qeyd etdiyimiz kimi 152 kvadratdan ibarət olan 5 otaqlı bir həyət evi. Səhətlər paket Turça. Əsas yoldan 100 metr məsafədə. Tikiliş, təbii ki, bu cür gözəl evin tikilişi sağlamlıqlara uyğun tikilər. Fundamenti, beton kəmər, 1 və 2-ci mərtəbənin arası monolit beton. Həyətin sahəmizi göstərir sizlər üçün. Belə bir gözəl həyətin sahəmizi var. Bu hissədə darvaza, darvazadır, tutma darvazadan. Qəşəng, rahatlıqla maşın həyətə daxil olur. Əvvəldə olaraq həyətində belə bir geniş hissə olur. Bu hissədə isə sizlər üçün belə bir manqaldan hazırlanır. Ehtiyat xüsusən, telefonun ehtiyat xüsusən var. Ev arxa əmraqında gəlib baxırsanız olarsınız. Kofi otağı hazırlandı, əziz dostlarımız. Bax, təsir, gözəl dizayn. Əsas yolu yaxın məsafədə. Geniş kvadrat olan gözəl bir 2 mərtəbəli həyət evidir. Qiymət 205.000 manatdan satışa çıxırdı. Real alıcıda qiymətdə indirim olacaq. Hava soyuqdur, sizlər də çox gözlətməyəcəm. Keçək evimizin daxili proyektini yaxından tanış olaq. Gəlin. Birinci mərtəbəmizdə daxil olup evimizin koridor hissəsinə gördüyünüz kimi bir dənə fikir verək buna ətrafı yaxından. Yəni, aboy işləri görünməyibdir. Hamısı boyalardan istifadə olunubdur. Burada belə bir geniş qonaq otağımız var. Yer ümumilikdə istifadədir. 1 və 2-ci mərtəbə arası monolit betondur. Geniş bir qonaq otağımız var. Laminat döşənir. Tam təmirli, çılçıraqlarına qədər hamısı asılıbdır. Pərdələrə qədər hamısı asılıb. Hazır vəziyyətdə. Evin hündürlüyünə də diqqət yetirək dostlar. Belə bir mətbəx hissəmiz var. Gözəl mətbəx hissəmiz. İtalyan boyalarından istifadə olunduğu evdə birinci mərtəbəyə məxsus olan geniş bir yataq otağımız var. Burada qonaqları istərlər, müziklərlər. İndi isə evin sanitar qovşağı ilə tanış olaq. Hər otaq 2-ci mərtəbəyə. Hörmətli izləyicilərimiz, çox gözəl təşkildir. Əsas yol yaxın və axtaran izləyicilərimizin nəzərinə. İndi isə evimizin 2-ci mərtəbəsindəyik. 2-ci mərtəbədə burada belə bir ümumi sanitar qovşağı var. Yataq otağımız. Digər bir yataq otağı ilə tanış edəcəm sizləri. Bu hissədən evin balkonuna çıxışı var. Tərəfdə göstərim sizlər üçün. Çaplı. Ümumilikdə 5 otaq, mətbəx, 2 sanuzel qovşağından ibarətdir. 152 kvadrat Turçada qeyd olunubdur. Torpaq sahəsi 180 kvadratdır. Qiymət 205.000 manatdan satışa çıxıb. Real alıcıda qiymətdə endirim olacaq. Əlaqə nömrəmiz səhifədə qeyd olunubdur. Bilgiyə xanımın səhifəsini etiketləyəcəm sizlər üçün. İnşallah suallar yarandığı halda əlaqə nömrəmizlə əlaqə saxlayıb məlumat əldə edə bilərsiniz. Sağ olun, dəyərli izləyicilərimiz.